Ağdaşdan Cəllabada gələn bu ağ gilasları düz 2 gün sonra bişirmək mənə qismət oldu. Çünki həyətdə ustalar işləyir, ona görə də vaxt edə bilmirdim. Rəngini qoruyub saxlaması üçün də tumlarını çıxardıqdan sonra bol buzlu suyun içərisinə atdım. Hamısını bitirdikdən sonra süzgəcə alıram ki, suyu getsin. Bu sırada şərbəti hazırladım. Şəkəri vamodda əritməyi unutmayın, yoxsa dibi tuta bilər. Tam əridikdən sonra isə meyvələri bura əlavə edirəm. Hardasa 20 dəqiqə qaynatdıqdan sonra ocağı söndürüb köpüyünü gördüyünüz kimi alıram. Tam soyduqdan sonra isə bir də ocağı yerləşdirib qaynadıram. Bununla da bişirməni tamamlayıram. Ocağı söndürməzdən 2 dəqiqə əvvəldə limon suyu əlavə edirəm və salam. Elə bilirəm çox da pis alınmadı. Kəhrabaya oxşadı. Daha açıq rəngi olmasını istəyirsinizsə, çalışın yaşıl saplaqlı gilas alın. Həyatımda ilk dəfə ağ gilasdan turşu hazırladım. Gəlin görək necə alınır. Həyətimizdə 4 ədəd meşə albalısı var. Bu il demək olar ki 4-ündən də yarımadı. Birazca bunda meyvə var idi. Dedim uşaqlarla toplayaq, görək nə vurub, nə çıxarır. Bəzilərinə qarışqa daraşmışdı, bəzilərinin içərisində qurd var idi. Nəysə də birazca toplayıb komşum balalarına da baxıb qalxıram evə. Nəsə bunlardan çox da gözüm su içmir. Ona görə də sirkəli suda biraz saxlayıram ki, görüm qurdu-murdu nəyi varsa çıxsın. Turşu bağlayan zaman çalışın xarab, qurtlu meyvələrdən istifadə etməyəsiniz ki, zəhmətiniz hədər olmasın. Steril etdiyim bankaya öncə albalı, sarımsaq, ağ gilas, sonra da yeni albaldan əlavə edib biraz sirkələyirəm. Üzərinə qaynar su töküb 1-2 dəqiqə gözlətdikdən sonra boşaldıram. Sonra bura zövqə görə gilənmərsə, şəkər tozu, duz və 70% sirkə əlavə edirəm. Dolana kimi qaynar su və yeni qapaqla da ağzını bağlayıram və salam. Şəbih şeylər var, məni tapır. Bağınızdakı meyvə və tərəvəzlərin ləzzətli, şirəli, sağlam, köklərinin möhkəm olmasını istəyirsinizsə, bu videoda göstərdiyim üsuldan siz də istifadə edin. Bunun üçün sizə lazımdır monofosfat kalium gübrəsi. Şəbih şeylər var, məni tapır. Kökdən biçiləmə üçün nə qədər suya neçə qram monokali fosfat qatmaq lazımdırsa videonun açıqlama qisminə qeyd etmişəm. Əgər suyunu çox çoxdursa, bura azca limon duzu da qatmaq lazım olacaq. Xiyarlar Yeni Bostanda yerlə sürünə getdiyinə Temudan belə bir şey sifariş etdim. Söz yox, bunun daha uzunlarda var idi. Gəldikdən sonra bu ölçüdə aldığıma peşman oldum. Günəşdən yanan yarpaqlarını da təmizlədikdən sonra bunu da səliqəyə salıram, gübrəsini də verirəm. İnşallah bərəkətli olacaqlar. Monokalium fosfatı sadəcə meyvə və tərəvəzlərdə yox, qızılgüllərdə də istifadə etmək lazımdır. Bu arada bu yeni aldığım çiləmə aparatı sayəsində işim 1-ə 5 asanlaşdı. Onu da deyim ki, limon və mandarinlər də çiçəkləmə dövründə monokalium fosfat istifadə etdiyimə meyvələri üzərində qalıb. Pomidorların son vəziyyəti isə gördüyünüz kimidir, maşallah. Həyətdə çalışan ustalara avokadolu steak salatı hazırlamaq istədim, lakin görün başıma nə iş gəldi. Rəngarəng ərzaqları sirkəli suda gözlətdikdən sonra bol su ilə yuyub başlayıram hazırlığa. Ən birinci qızarması üçün steaki tavaya yollayıb, ardıca digər ərzaqları çox kiçik olmayan ölçülərdə doğradım. Ara bir ətə də nəzarət etməyi unutmuram. Gördüyünüz kimi bu tavada da qızartma etmək çox asandır. Onun da püf nöqtələri var. Rəngli çeri pomidorları, qırmızı soğanı, kahını da doğradıqdan sonra ətin duzunu istiotunu vurub bir dəfə də çevirib ocağın altını söndürürəm ki, soyusun. Gələn ustaların sevimlisi olan avokadoya, onu da xırda-xırda doğradıqdan sonra salatıma əlavə edirəm. İndi isə keçək sosu hazırlamağa. Limon, sarımsaq, zeytun yağı, duz, istiot və biraz da oregano qatıb qarışdırıram. Əti də kub-kub doğradıqdan sonra demək olar ki, salatım hazırdır. Lakin bu məqamda özümü saxlaya bilmirəm. Bu gördüyünüz sulu, yağlı hissəsindən dadıram ki, görüm necədir. Ürəyim gedir, ağlım çıxır başımdan. Bütün ərzaqları Trendyoldan aldığım bu gözəl salat qabıma əlavə edib qarışdırdıqdan sonra ustalar üçün servis etmək yerinə ətrindən bihuş olub çaşıb özüm nuş etdim. Rahat bırak bizi manyak! Rahat bırak! Bir dənə bura baxın, elə bil prinsessadır. Ay ya, bir seni nə gözəl.